BDSM, bozun 50 çaları kimi filmləri sevən hər kəs sadomazoxistdirmi? Yox, əlbəttə ki, bu qədər sadə deyil. İnsanlar sadomazoxizmi yalnız seks ilə əlaqələndirirlər. Elə bilirlər ki, bu sadəcə yataq otağında baş verən bir şeydir, amma əslində məsələ daha dərindir. Çünki sadomazoxizm təkcə fiziki ağrıdan həzz almaq və ya fiziki ağrı vermək deyil. Bu, insanın münasibətlərdə seçdiyi roldür. Mənəvi ağrı vermək və davamlı olaraq mənəvi ağrı almaqdır. Məsələn, elə insanlar var ki, onları incidən adamlara bağlanırlar. Dəfələrlə alçaldırlar, dəfələrlə xəyanət görürlər, amma yenə həmin münasibətə qayıdırlar və ya əksinə. Elə insanlar var ki, özlərini güclü hiss etmək üçün qarşı tərəfi əzməyə ehtiyac duyurlar. Burada artıq söhbətin seksual zövqdən deyil, psixoloji dinamikadan getdiyini bilmək lazımdır. Yəni, sadomazoxizm təkcə seksual zövq məsələsi deyil. Bəzən insanın ağrı verən münasibətləri buraxa bilməməsidir. Onu incidən insanlara bağlanmasıdır. Əgər həyatında təkrarlanan və sənə ağrı verən münasibət ssenariləri varsa, bəlkə də düşündüyünə daha dərindən baxmağa dəyər.